tamaşaçılar, Cənubun Səsinin bugünkü qonağı Lirik rayonun Gürdəsər kəndində anadan olmuş Gürdəsər Xeyriyyə Cəmiyyətinin sədri, iş adamı, kiçik sahibkar və avtopilot Haşın təsisçisi və direktoru İqrar müəllim Həsənovdur. İqrar müəllim, sizi salamlayıram. İnanıram ki, bu günləri bizə daha dolğun, tam, səmimi şəkildə suallarımızı cavablandıracaqsınız. Dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm sizə və rubrikamızın qonağı olduğunuz üçün sizə öz minnətdarlığımı bildirirəm və adınızı çox eşitmişdik. Təbii ki, görüşmək bu günə qismət olsa çox yaxşı. İcazənizlə müsahibəyə başlayaq. Çox xoş gəlmisiniz. Mən də sizi salamlayıram. Siz bu işdə bəli, hər kəs öz əhatəsində öz elin obasın, öz ziyalıların, öz inkişaf eləmiş, yəni kəndin, rayonun təmsil eləsə nə yaxşı. Mən də 1967-ci ildə Lirik rayonun Gürdəsər kəndində Məmməd Hüseyn Əliyev adına tam orta məktəbin 10-cu sinifini bitirəndən sonra Sovet ordu sıralarına təsis olmuşam. Orada yəni xüsusi təyinatlarda xidmət eləmişəm. Sonra gəlib öz bacarığıma, burada çətinliklər çəkmişəm, yəni etaplardan keçmişəm, tələbəlik illərində gün olub, yəni imkansızlıqdan ac yatmışıq. Nə xoş halımıza ki, bugün şükür Allah hər bir şeyin ötəsindən gəlmişik layiqincə. Öz alnı açıq, səmimi və düzgün hərəkətlərimizlə. Birinci növbədə insan çalışmalıdır ki, yaşadığı mühitin, ətrafın, yəni yaşamını tənzimləməlidir. Misal üçün, ata-ananın hörmətini qorumalıdır. Mən nicat o yoldadır ki, bəli, birinci növbədə insan doğulduğu yeri, yəni unutmamalıdır, doğulduğu yerə, elə obaya bağlı olmalıdır. Mən bugün artıq 58 yaşım tamam olub. Yəni mənim burada qıraqda nə qədər yaşamım xoş keçsə də, ancaq vətəni unutmuram. Mənim üçün doğma vətənimdir. Hər vaxt aşırı, yəni mən gedərdim imkan daxilində kəndi ziyarət eləyərdim. Ancaq baxardım günü-gündən kəndimiz boşalır, elimiz, obamız, yəni imkan olmadığı üçün imkansızlıqdan kəndi tərk edirlər. Bu da mənim könlümə dəyirdi, mənim xətrim üzülürdü ki, niyə belə olsun? Və qərar aldıq ki, kəndimiz üçün nəsə eləyək, elimiz üçün nəsə eləyək. Bəli, mən Gürdəsər Kənd Cəmiyyətinin yaradıcısıyam. Xeyriyyə Cəmiyyətin, bəli. Orada bizim bu ağsaqqal vardı bir dənə tanınmış İltimas Nəbiyev. O xəstələnmişdi qəfil və nəticə etibarı ilə onun ən yaxın qohumu olan biz qohumu olduğu üçün o mənə həmişə pənah gətirərdi. Deyərdi, biz xeyrə, şərə, toya, hər yara gedəndə biz bir gedərdik. Nəticə etibarı ilə o xəstələndi və mən başladım onunla bağlı həyəcan təbili çalmağa. Düzdür, onun taytuşları ilə bir yerdə biz müəyyən qərara gəldik ki, indən belə bir çətinlik olanda biz elimizin, obamızın yanında olaq və belə insanları xilas eləyək. Neçənci ildə təhsil eləmişsiniz? 2021-ci ildə. Nə qədər üzvləriniz var? 360 dənə üzvümüz var, düzdür. Yəni orada bu işimizi sevməyənlər də var. Yəqin ki, iş görülən yerdə nöqsanlar da olar, nöqsanımız da var. Ola bilər biz ilk dəfə başlayanda düzgün başlamamışıq. Əfsuslar olsun ki, bəli, belə adamlar zaman-zaman olub, iş görən adamı sevməyiblər. Yəni ona görə də bizdə də o var. O paxıllıq hissi mi deyim, nə bilim, belə bir hisslər var da müəyyən insanlarda. Mən ada görə yox, mən elimin inkişafı üçün mən çalışıram. İndən belə də nə qədər ömrüm qalıbsa, mən yaşamımı elimlə, kəndimlə bağlayacağım. Bizdə olan məlumata görə siz həm Türkiyədə olan zəlzələ ilə bağlı yardımlar təşkil eləmişsiniz 2023-cü ildə və ondan əlavə tək Gürdəsər Xeyriyyə Cəmiyyəti yox, digər kəndlərə də əlaqələriniz var. Xeyriyyələr təşkil, xeyriyyə məqsədi ilə olan işlər təşkil edirsiniz, yol çəkilişləri eləmişsiniz. 1999-cu ildə olub Məryəm ağanın ocağına, belə məlumatım var. Bu işlərdən biraz danışardınız. Belə deyək də, insan yaşadığı cəmiyyətdə çalışmalıdır,
dövlətinə, dövlətçiliyinə xidmət eləsin. Mən də o baxımdan bəli biz yaranmışıqsa biz dövlətimizi qorumalıyıq. Cəmiyyətimizdə müəyyən inkişaf mərhələsində müəyyən rol oynamalıyıq. O cümlədən bəli biz 99-cu ildə bəli bizim Mir Məryəm Seyid Mir Məryəm nənənin ziyarətgahına yol çətin yol idi və biz elə qərara gəldik ki, yəni mən qardaşımla elə qərara gəldik ki, texnika çağıraq, ora böyürdən bir rahat bir yol çəkək və ona da nail olduq. Sonra o yol çəkiləndən sonra təvəzzükarlıqdan uzaq olmasa da, yəni yolun şərait düzələndən sonra orada gəldik, bizim ziyalılarımız, imkanlı iş adamları gəldilər. Orada məscidi başladılar o Seyid ocağını bərpa eləməyə. Hacı təşkilat, orada bir çox kənd ziyalılarımız orada dəstək durdular. Ondan sonra biz bu ziyarətgahın açılışına, yəni çoxlu sayda qıraqdan da gələnlər oldu, tanındı. Bəli, yol mədəniyyətdir. Birinci növbədə yol olmalıdır ki, hər hansı bir məntəqəyə çatmaq üçün yol şəraiti vacibdir. Türkiyə zəlzələ zamanı da bəli, biz orada da kəndimizin adından yardım eləmişik. O cəmiyyətimiz yaranandan sonra bir çox işlər görmüşük. Dövlətimizin, yəni Sovet ordusu sıralarından təsis olandan sonra, bəzi biz müstəqil olandan sonra milli ordumuz var. Həm də mən milli orduya da vaxt aşırı dəstək olmuşam müharibə dövründə. Mənim oğlum özü 44 gün müharibə iştirakçısıdır. Rəsul Həsənov, bəli. Biz o dövrü yaşadıq. O anlar Allah bir də bizim xalqımıza qismət eləməsin. Sağ olsun Ali Baş Komandan, onun komandanlığı ilə bizim Müdafiə Nazirimiz, bizim əskərlərimiz, gizirlərimiz sağ olsunlar ki, bu uğuru, bu zəfəri bizə yaşatdılar. Mənim də orada payım var. Bəli, mənim oğlum da orada 44 gün müharibə iştirakçısıdır. Mən də qürur duyuram bu mövzuda danışanda. Çox da qəhərlənirəm. Çünki o 44 gün mənim üçün elə bir ki 44 il oldu sanki. Bəli, şükür Allah indi sağ, salamat yanımdadır. Allah şəhidlərimizi rəhmət eləsin. Vaxtaşırı biz bəli, o şəhidlərin anaları ilə, yaxınları ilə vaxtaşırı görüşlər keçiririk. Bacardığımız qədər dəstək oluruq. Onlara heç nə ehtiyac yoxdur. Sadəcə yəni hal-əhval eləmək, onların yanında olmaq, onları yəni darıxmağa qoymamaq. Bəli, onlar üçün böyük bir itkidir. Bugün məhz yenə də təkrar edirəm, biz onların sayəsində sərbəst yaşayırıq və yaxud ömür sürürük, gün keçiririk. Mən siz media ilə əlaqədə olan adamsınız və yazıçı jurnalın xüsusi buraxılışına böyük dəstək göstərmişsiniz. Onunla əlavə prokuror əsərinin bir neçə dəfə səhnələşdirilməsində sizin rolunuz olub və mətbuatla əlaqəli bir adam kimi, yəni mətbuat sizdən dost oldu, ya siz mətbuatla dost oldunuz? Deməli, mən belə deyim də, Məmməd Hüseyn Əliyev, yazıcı, dramaturq Məmməd Hüseyn Əliyev, biz o şəcərədənik. Bu, Məmməd Hüseyn Əliyevin bir neçə əsərini tamaşaya qoymuşuq, prokuror əsərin, sonra Ana Fəryadın, neçə dəfə onun yüzüylüyü ilə bağlı kətdə, rayonda, Bakıda yəni tədbirlər keçirmişik yüksək səviyyədə. Bu mətbuatla da bağlı, bəli, bu elə bir sahədir ki, onsuz da yəni inkişaf eləmək üçün bəli, mətbuatın da izi olmalıdır, işığı olmalıdır. Mətbuatdan xeyli dostlarımız var. Bəli, bizim nəsildən də mətbuatda çalışanlar var. Malih Həsənovdur. Bir çox yəni jurnalistika sahəsində kətçilərimiz var. Ancaq demək istərdim ki, mətbuat ən yaxın dostlarımdır. Mən onlarla vaxtaşırı fikir mübadiləsi aparıram. Mən dəstək dururam bir çoxlarına. Çox əfsuslar olsun ki, qara siyahıda olan mətbuat işçilərimiz də var. Onlar sui-istifadə edirlər. Bəzən qıcıq yaradırlar, işimizdə problem yaradırlar. Mən yaşam dövrümdən çalışmışam dövlətimizin, dövlətçiliyimizi qoruyaq. Yeni Azərbaycan Partiyanın üzvüyəm. Hal-hazırda yəni 4 övladım var. Allah bütün bağları saxlasın. 2 qız, 2 oğlan. Özümü xoşbəxt sayıram. Bir insan var, milyonu var, ancaq ürəyi yoxdur. Mən çalışmışam, qazancımı bölüşəm.
nə qədər yaxşı əməllərimiz olsa, yazda bir toxum əkirsən, bir dənə semiska, bir dənə qarğıdalı, bir dənə buğda, görürsüz bir dənə ağac nə qədər çiçək açır. Bir dənə alça ağacı, bir dənə badam ağacı. Görürsüz insanın da xoş əməli o cürdür. Yəni bir yaxşı əməl əkirsənsə, o cüzərir, 1000 olur, milyon olur. Mən öz təcrübəmdən götürürəm bunu. Çünki mən 9 yerdə kirayədə qalmışam. Ancaq Allahdan nə istəmişəm, ona da nail olmuşam. İnsan səxavətli olmalıdır, ədalətli olmalıdır. Ən azından yaxşılıq eləyə bilmədiyi təqdirdə heç olmasa mənfi danışmasın. Yəni pis fikir söyləməsin. Yəni insan o demək deyil, yəni kimsə onu nəzarətə götürsün. Yəni bu yaxşı danışdı, pis danışdı. İnsan özü özünə sual eləməlidir ki, mən bugün nə iş gördüm? Elimiz o halda inkişaf eləyə bilər ki, biz bir-birimizə dayaq olaq, dəstək olaq, yaxşıların yanında olaq. Ən azından həqiqəti söyləyək, həqiqətin yanında olaq. Onda inkişaf olar, tərəqqi olar. Mən deyərdim ki, əgər biz Allahın buyurduğu kimi bir-birimizlə rəftar eləsək, suda batmarıq, odda yanmarıq. Mən belə bir mənalı belə deyirəm. Yəni bəli, biz çətin şəraitdə yaşamışıq. Ailəmiz böyük olub. Ancaq Allahdan nə istəmişiksə ona nail olmuşuq. Şükür Allahın varlığına. Bugün də indən belə də nə qədər ömrüm var məndən asılı deyil. Yəni xeyirxah işləri görmək. Elə bir ki, mənə əmr olunur, daxili əmr ki, yəni bunu belə eləsən daha yaxşı olar. Mən elə elədikcə o deyirlər, qonağın russun, Allah Taala ondan qabaq yetirəcək. Əsliyyət elədi. İnsan nə xoş əməl eləsə, Allah onu çoxaldır. Yəni biri 100 eləyir, biri 1000 eləyir. Belə bu formada bəli insanlar yaxşı olar ki, bu qısa ömür dövründə bir-birini anlasınlar, yaxşı əməllərini çoxalsınlar. Yəni insanların ömrü bugün yatırsan sabah görsən ki, Allah hər birinizə can sağlığı versin. Sizə ömrü arzulayıram, yaxşı ömür, mənalı ömür. Bəli, 60, 70, 100 ən böyük Şirəli Müslimov yaşayıb 152 il deyirlər. İndi ancaq çalışaq biz də o rekordu təzələyək. Yaxşı əməllərimiz bunu təzələyə bilər. Yəni bir-birimizə qıcıq yaratmasaq, yaxşı əməllərimizi, yaxşı işlərimizi çoxaltsaq, elə bilirəm ki, o rekordu biz təzələyə bilərik. Mən inanıram ki, bu gördüyünüz işlər hamı tərəfindən təbii ki, sevilir. İndi düz deyirsiniz, orada müəyyən insanlar var, paxıllıq edə bilər. Amma bu buna görə necə deyək, məyus olmağa dəyməz. Bu xeyli işlərinə davam etmək lazımdır. Və Cənub bölgəsinin ən səfalı və ən necə deyirlər, gözəl təbiətə, zəngin tarixə malik olan Lerik rayonu xeyli işlərində mən inanıram ki, siz bundan sonra da gözəl fəaliyyətiniz olacaq və son olaraq sizdən bir sual verəcəm. Hal-hazırda avtopilotun təsisçisiniz. Biraz bu avtopilotdan necə deyirlər, onun iş fəaliyyətindən hansı yöndə fəaliyyət göstərirsiniz, onunla bağlı danışarız. Avtopilot HMMC, yəni Məxsus Məsuliyyət Cəmiyyətidir. Bəli, onu 99-cu ildə təsis eləmişik, 2000-ci ildə. Hal-hazırda onun fəaliyyətimiz sürücülük vəsiqələrin hazırlanması ilə onun kursunu təşkilidir. Bəli, çoxlu sayda bəli bu xidmətlərimiz var bu sahədə də. Mən deyərdim ki, Respublikada bizim məktəb kimi ikinci, yəni maddi bazası olan məktəb yoxdur. Hal-hazırda Binə Peşə Liseyidir. Bizim avtopilot MNC də onun tərkibində fəaliyyət göstərir. Yəni yüksək səviyyədə kim gəlsə, yəni xidmətində dura bilərik. Qısa müddətdə sürücülük vəsiqələrində yəni təşkil edə bilirik. Həm nəzəri, həm praktiki. Yəni bütün şəraitimiz də mövcuddur. Dərsə gəlmək istəyən, öyrənmək istəyən də şəraitimiz var. Laboratoriyalarımız, təlim meydançalarımız, maşınlarımız, sinif kabinalarımız, yol hərəkət qaydalarına, təhlükəsizliyinə, ilk tibbi yardıma. Mən istərdim ki, gəlib müəyyən bilik əldə eləsələr daha yaxşı olar. Mən bunu belə deyirəm. Özdə şəraitimiz də yüksəkdir, müsbətdir. Hər bir şəraitimiz var burada. Yəni ona görə mən gələcəkdə də əhatəmizdə kim olsa, mən xidmətinizdə hazıram bir avtopilotun müdürü kimi. O yenidən mən istərdim ki, bizim elimizin mərd oğlanları qrupu biz təzədən yaratdıq. Yaxın 4 ay ərzində biz
hal-hazırda bizim Lerikdən 50-ci kilometrdən Lerikə yol gedir. Bir də 50-dən Değ zonası deyirik də. Bizim kəndlərimiz orada yerləşir. Biz qısa 4 ay ərzində balaca bir məbləğlə işə başladıq və o yolun təmirinə nail olduq. 42 dənə kətdir 50-dən sağa. O kətlərin hamısını, yəni orada Noda, Şingədlan, Xanagah yolu deyirlər, yardımlıya sərhəd. Biz o yolu bərpa elədik. Hal-hazırda əvvəl hansı ki 1 saata yolu qət elədiyimiz halda indi 10 dəqiqə o yolu yəni başa vura bilirik. Çox gözəl bir işlər görmüşük. Sağ olsun elimizin mərd oğlanları qrupu. O qrupu da biz yaratmışıq. Orada Elşad Nədiyev var Muriyadan, Xalid Mahmud və mən İqrar Həsənov. Biz orada yığışdıq, bu mövzuda söhbət elədik. Bizim elimizin yəni ağsaqqalları, orada yaşayanlar əziyyət çəkdiyi üçün biz qərara gəldik ki, o yolu başlayaq. Bəli, elimizin, o kətçilərimizin, elimizin, obamızın dəstəyi ilə eləmişik. Heç də biz özümüz eləməmişik. Burada biz birlik yaratdıq sadəcə olaraq və sağ olsun elimizin mərd oğlanları. Biz o qısa 4 ay ərzində rayon rəhbərliyi də sağ olsun. Əkbər müəllim xüsusən adını qeyd eləyərdim ki, Əkbər müəllim bu sahədə bizə dəstək olub. Sonra yol tikinti idarəsi müdiri Elxan müəllim texnika ilə bizə dəstək olub. Qısa müddətdə bu yolu biz ərsəyə gətirdik. Yəni hal-hazırda yəni getmək istəyənlər qorxmadan əvvəl maşına deyirdin gedək filan Şingədlana, yəni boyun qaçırırdı o yolun narahatçılığından. İndi hal-hazırda qoy bilməyənlər də bilsin. O yolumuz yəni bəli heç də asfaltdan geri qalmır. Düzdür, çınqıl örtüyü ilə düzəltmişik, katoklamışıq, qredirləmişik. Demək istəyirəm ki, hal-hazırda elə yəni rahat şəraitdə, rahat şəkildə biz o yolları, o kətləri gəzib dolana bilərik. Çox gözəl. Sonda deməli İbrahim müəllim, biz hər zamanki kimi mövzumuza uyğun olaraq, Cənubun səsi olaraq Azərbaycanın heç bir bölgələri bölmürük və heç bir müxalif fikrimiz yoxdur. Yalnız Cənub bölgəsini təmsil etdiyimiz üçün İbrahim müəllimə buradan son olaraq demək istəyirəm ki, İbrahim müəllim Cənublulara sonda nə demək istəyir? Mən bir daha dövlətimizi, dövlətçiliyimizi qorumaq şərti ilə hər birimiz bir əskəri. Əfslər olsun ki, bir qism insanlar bizi parçalamağa çalışır. Mən xahiş eləyərdim elə bizim cənublulardan, çalışaq ölkəmizi bölməyə qoymayaq, çalışaq ölkəmizi qoruyaq. Bütün Azərbaycan bir olsun. Onsuz da zaman bizi parçalayıblar SSR zamanında, ancaq çalışaq biz yəni qoruyaq, dövlətimizi qoruyaq, dövlətçiliyimizi qoruyaq, həmsə dövlətçiliyimizin yanında olaq. Bəli, bir əskər olaraq mən də son damla qanıma qədər dövlətimizin, dövlətçiliyimizin yanındayım. Ancaq elimizi, obamızı unutmamaq şərti ilə. Biz heç də bu işdə istəmirik kimsə bizi qınasın. Bəli, biz də istəyirik yaxşı yol şəraitimiz olsun. Yəni bizim kətlərimizin əksəriyyəti qaz sarıdan çətinlik çəkir. Biz dövlətimizdən, dövlətçiliyimizi qorumaq şərti ilə xahiş eləyərdik əlaqədar təşkilatlardan bizim elimizin, obamızın, o meşələrin, zəngin, nadir ağacların qırılmasının qarşısını alaq. Xahiş edirəm bizim elimizə, obamıza o qazın çəkilişi, mavi qaz yanacağın çəkilişini tezliklə təşkil eləsinlər. Buna cənab prezidentə minnətdar alarıq, Ali Baş Komandanımıza. Dəyərli izləyicilər, bugünkü qonağımız Lerik rayon Güldəsər kənd sakini, hal-hazırda Bakı şəhərində yaşayan xeyriyyətçi, iş adamı, kiçik sahibkar, avtopilot Haşın təsisçi və direktoru İqrar Həsənov idi. Diqqətinizə görə təşəkkür edirəm. İqrar müəllim, dəvətimizi qəbul etdiyiniz üçün çox sağ olun. Maraqlı müsahibəsi sizə təşəkkür edirəm. Allah sizləri qorusun. Çox sağ olun. Bu mikrofon həyəcanı olur da insanda, yəni ona görə ola bilər yaxşı, pis. Yəni mən də sizə təşəkkür edirəm, var olun, vaxt ayırdınız, gəldiyiniz üçün. Mən də hər an yenə deyirəm dövlətimizin, dövlətçiliyimizin yanındayam. Var olun bir daha. Sağ olun, təşəkkür edirəm hər birinizə.